Salam uşaqlar, bugün sifətin izahına baxacağıq. Sifət Azərbaycan dilinin 6 əsas hissələrindən biridir və əşyanın əlamət keyfiyyətini bildirir. Sifətlər necə, nə cür, hansı suallarından birinə cavab verir. Əlamət dedikdə əşyanın xaricən görünən xüsusiyyətləri, yəni gözlə görə biləcəyimiz xüsusiyyətlər, rəngi, eni, uzunluğu, forması nəzərdə tutulur. Forması ilə bağlı olan xüsusiyyətlər nəzərdə tutulur. Keyfiyyət deyəndə isə əşyanın daxili xüsusiyyətləri nəzərdə tutulur. Məsələn, əgər deyirəmsə ki, yaşlı kişi, biz onun yaşlı olduğunu görürüksə, bu əlamətdir. Yox, deyirəmsə ki, ağıllı adam, bu artıq yəni gözlə bir adamın ağıllı olduğunu görə bilmərik, axı ona görə də bu olur keyfiyyət. Bəzi sifətlər isə işləmə yerinə görə həm əlamət, həm də keyfiyyət bildirə bilir. Məsələn, elə burada qeyd olunan nümunəyə baxaq. Gözəl qız deyəndə biz onun xarici görünüşünü nəzərdə tuturuqsa, bu əlamətdir. Yox, əgər gözəl xasiyyət deyiriksə, biz xasiyyətin gözəl olduğunu belə baxanda bilə bilmirik. Bu artıq keyfiyyət nəzərdə tutulur. Keyfiyyət bildirən sifətdir. Sifətin əsas xüsusiyyətləri nədir? Deməli, aid olduğu əgər əşya ilə bir yerdə işlənirsə, yəni aid olduğu əşyanın qabağında durub onun əlamət və keyfiyyətini bildirirsə, necə, nə cür, hansı sualına cavab verirsə, heç bir şəkilçi qəbul etmir. Söhbət qrammatik şəkilçidən gedir. Məsələn, böyük otaq, gümüşü maşın, burada nə cəm, nə digər heç bir qrammatik şəkilçi iştirak edə bilmir. Cümlədə əsas funksiyası sifətin əgər isimləşməyibsə təyindir və ismi xəbər vəzifəsində işlənə bilir. Misal üçün, o yaxşı insandır. Burada yaxşı deməli təyindir. Əşyanın necəni bildirir? Təyindir və sifətlə ifadə olunub təyin. Bu kitab maraqlıdır. Burada isə sifət xəbər vəzifəsindədir. Çünki xəbərli şəkilçisi qəbul edibdir. Sifətin ismin xüsusiyyətlərini daşımağına gəldikdə isə, yəni isim kimi kim və nə sualına cavab verib, hallanıb, mənsubiyyətə görə dəyişib və cəm şəkilçi qəbul edirsə bir sifət, o zaman o cümlədə tamamlıq və mübtəda vəzifələrində də çıxış eləyə bilər. Yəni elə bir ismin yerində çıxış eləyir. Məsələn, körpələr gülüşürdülər. Biz bilirik ki, körpə sözü sifətdir. Çünki bu bir kənarda necə sualına cavab verir və bu bir əlamətdir. Amma cümlə daxilində biz onu isimləşdirmişik. Lər şəkilçisi qəbul edib ki, bu da ismə məxsus bir xüsusiyyətdir və cümlədə kim sualına cavab verib, ondan sonra mübtəda vəzifəsində çıxış eləyə bilib. Və yaxud da qəhrəmanı səhnəyə dəvət etdilər. Qəhrəman sözü normalda sifətdir, amma burada isimləşib. Yəni isimləşmək sifətin isim olmağı demək deyil. İsmin roluna girməyi deməkdir. Və isim kimi hallanıb təsirli haldadır və təsirli halda cümlədə tamamlıq vəzifəsində olur. Sifətin quruluş növlərinə gəldikdə isə digər əsas nitq hissələri kimi sifətlər də quruluş 3 yerə bölünürlər. Sadə, düzəltmə, mürəkkəb. Sadə sifətlər heç bir leksik şəkilçi olmayan sifətlərdir. İsimləşəndə qrammatik şəkilçi qəbul eləyə bilər. Düzəltmə sifətlər isə leksik şəkilçilərin vasitəsilə düzələn sifətlərdir ki, bunlar da iki qismə bölünürlər. Adlardan yaranan sifətlər, bir də fellərdən yaranan sifətlər və mürəkkəb sifətlər isə azı iki sözün birləşməsindən əmələ gələn sifətlərdir ki, iki söz birləşib bir əlamət və ya keyfiyyət bildirir. Yəni bir sifət olur, mürəkkəb sifət. İndi adlardan sifət düzəldən şəkilçilərə nümunə kimi burada verilibdir. Məsələn, bir ikisinə baxaq. Tərbiyəli, tərbiyə ismindən tərbiyəli sifəti yaranıbdır və yaxud da dünən sözünə ki şəkilçisi qoşulubdur və dünənki deməli sifəti yaranıbdır. Digər nümunələrə də baxa bilərsiniz. Bir də bu soldakı şəkilçilər milli şəkilçilərdir. Bunu söz aracılığında qeyd eləmişik ki, bu şəkilçilər o zaman milli olur ki, onlar 2 və 4 cür yazılırlar. Yox, əgər şəkilçilər bir cür yazılırsa,
əsasən, hamısı yox, əsasən alınma şəkilçilər olur. Burada da sifət düzəldən alınma şəkilçiləri görürük ki, keşdir, dardır, kardır və digərləri sözlərə qoşulub düzəltmə sifətlər yaradıbdır. Və bir cür yazılmağından da başa düşürük ki, bunlar alınma şəkilçilərdir. Bəzi istisnalar təbii ki, çıxmaq şərti ilə. Məsələn, nümunə kimi deyim, daş bir cür yazılan şəkilçidir, amma öz milli şəkilçimizdir. Gəldik mürəkkəb sifətlərə. Mürəkkəb sifətlərdə bir şey qeyd edeyim ki, burada görürsünüz iki yerə bölünür. Ya bitişik yazılanlar, ya defislə yazılanlar. Ümumiyyətlə burada bir neçə dənə qayda verilibdir bitişik yazılanlara, amma bunları ümumi şəkildə birləşdirə bilərik ki, əgər iki müxtəlif bir-biri ilə əlaqəsi olmayan söz yan-yana gəlirsə, həmin mürəkkəb söz bitişik yazılır. Məsəl üçün, qara qaş, qara göy göz və yaxud da açıq ürəkli. Bunlar qara ilə qaşın arasında heç bir məna yaxınlığı yoxdur və yaxud da açıqla ürəkli sözünün arasında heç bir məna yaxınlığı yoxdur. Ona görə də bitişik yazılır. Burada detallara girilir. Məsəl üçün, iki sadə söz, qara söz də sadədir, qaş sözü də sadədir və yaxud da iki düzəltmə söz, sınıq sözü sınmaqdan sınıq düzəltmə sözü ilə qəlbli, qəlb sözünə li leksik şəkilçisini atırlar. Yəni ikisi də düzəltmədir. İki düzəltmə sözün birləşməsinə yaranıbdır. Bir sadə, bir düzəltmə. Bunlar detallardır. Qara dinməz. Məsələn, qara sadədir, dinmə sözü düzəltmədir. İsti qanlı, isti sadədir, qanlı sözü düzəltmədir. Amma bu ümumi şəkildə biz bilirik ki, əgər iki müxtəlif söz bitişirsə, daha doğrusu yan-yana gəlsə, o mürəkkəb sözlər bitişik yazılır. Bir də a, ba, bir də ha bitişdiricisi də var ki, ha sifətlərdə olmur. Bu bitişdiricilərin köməyi ilə yaranan sifətlər, sözlər də ümumiyyətlə iki eyni sözün təkrarıdır və bu bitişdiricilər vasitəsilə birləşirlər. Məsələn, rəngbərəng, növbənöv, isimlərə aid gəl, ha gəl, qaça qaç nümunələri. Defislə yazılanlar isə müxtəlif cür olur. Zaten bu iki müxtəlif sözün birləşməsi və aha, banı yadda saxlasa qalanların defislə olduğunu görəcəyik. Defislə olan nümunələrə isə eyni sözün təkrarı ilə olanlar defislə yazılır, acı-acı. Ayrılıqda bir tərəfi işlənə bilməyən sözlərin köməyi ilə yarananlar, bəzən hər iki tərəfi də ayrılıqda işləməyən nümunələr də ola bilir. Onlar da defislə yazılır, xırda-mırda, qarma-qarışıq. Həm də bu qayda təkcə sifətə də aid deyil, isimlərdə də bu özünü göstərir. Yaxın və yaxud da əks mənalı sözlərin birləşməsinə yaranan sifətlər də defislə yaranır. Məsələn, evli, eşikli əks mənalıdır, ağlı, qaralı əks mənalıdır. Məsələn, oğullu uşaqlığını yaxın mənalı qrupa aid eləyirlər. Bir də qeyri sözünün köməyi ilə yaranan sifətlər də defislə yaranır. Bir də eyni sözün təkrarı ilə yaranan sifətlərdən sonra gələn isimlər mütləq cəmdə yazılır. Yəni, hündür-hündür bina, şirin-şirin alma demək olmaz. Binalar, şirin-şirin almalar bu formada işlənilməlidir. Bir də sifəti digər nitq hissələrindən fərqləndirən xüsusiyyətlərdən biri də sifətin dərəcələridir ki, ümumiyyətlə bir əlamə keyfiyyət müxtəlif dərəcələrdə, yəni normal, normadan az və ya normadan çox dərəcədə ola bilər ki, bu da sifətin 3 dərəcəsi vasitəsilə formalaşır. Adi dərəcə əlamətin normada olduğunu bildirir və adi dərəcənin özünə xas heç bir morfoloji əlaməti yoxdur. Məsələn, yaşıl, şirin, acı, hündür, nə bilim, böyük və s. Azaltma dərəcəsi isə əlamətin normadan az olduğunu bildirir. Çoxaltma dərəcəsi isə əlamətin normadan çox olduğunu bildirir və hər ikisi, həm azaltma dərəcəsi, həm də çoxaltma dərəcəsi gördüyünüz kimi hər ikisi morfoloji və sintaktik yolla yaranır. Morfoloji yol deyəndə şəkilçilər vasitəsilə dərəcənin yaranması nəzərdə tutulur. Sintaktik yol isə sözlər vasitəsilə yaranma nəzərdə tutulur. Bir də bir şey də qeyd edeyim ki, bütün sifətlər dərəcələnmir. Bunu da bu altdakı qeyddə də görə bilərik ki, məsələn, Q və D şəkilçilərinin köməyi ilə yaranan sifətlər dərəcələnmir. İrəlidə isə hansı yolla bunu müəyyənləşdirmək olur, qeyd eləyəcəm, daha rahat biləcəksiniz. İndi azaltma dərəcəsinə baxırıq. Morfoloji yolu, yəni şəkilçilər yoluna, ımtıl, ımsov, sov, şın, raqrək
şəkilçiləri aiddir ki, və bu şəkilçilər ümumiyyətlə həm azaltma, həm çoxaltma dərəcəsinin şəkilçiləri qrammatik şəkilçilərdir. Yəni qırmızı da sadə sözdür, qırmızımtıl da sadə sözdür. Digər nümunələrə də baxa bilərsiniz. Sintaktik üsul isə sözlər, yəni hansı sözlərdir? Ala, açıq, təhər, kəm və az sözlərin köməyi ilə yaranan sifətlər çoxaltma dərəcəsi hesab edilir. Ala və açıq sözləri defislə yazılır, təhər, kəm sözləri bitişik yazılır, az sözü isə ayrı yazılır. Bax, bir şey qeyd edeyim ki, açıq sözü rənglərə qoşulanda, elə tünd sözü də, bunlar indi tündü irəlidə deyəcəm. Ümumiyyətlə bu dərəcələr sifətlərə qoşulmalıdır. Məsələn, açıq çayda heç bir dərəcə yoxdur. Açıq söz özü sadə bir sifətdir. Amma açıq sarıda açıq deməli sifətin dərəcəsini göstərən bir xüsusiyyətdir. Çoxaltma dərəcəsi isə ca ədatının köməyi ilə yaranır. Morfoloji üsulundan danışırıq əlbəttə ki, körpəcə, xırdaca. Bir də sifətin ilk hecasına M, P, R, S hərflərini, səslərini artırmaqla çoxaltma dərəcəsini yarada bilirik. Məsələn, təmiz sözünün ilk hecası nədir? T. O ilk hecanı götürürük, oraya R, bu uyğun gələnindən birini artırırıq və sonra sözü yenidən yazırıq. Bu da sifətin çoxaltma dərəcəsinin morfoloji yolunu yaradır. Təmiz, tərtəmiz, sarı, sapsarı və s. Ağ isə biraz fərqli yaranır. Ağ, appaq şəkilçisinin köməyi ilə yaranır. Sintaktik üsul isə bir, ilk, ən, lab, daha olduqca çox ədatlarının köməyi ilə yarananlar burada daxildir. Ki bunlar hər zaman ayrı yazılır. Düm sözünün köməyi ilə yaranır. Dumağ, bu bitişik yazılır. Zil sözünün köməyi ilə yaranan, məsələn, zil qarav ayrı yazılır. Tünd isə açıq sözü kimi defislə yazılır. Bir də bayaq qeyd elədim ki, biz nədən bilə bilərik bir sifət dərəcələnə bilir. Hər hansısa bir sifəti götürürsünüz. Məsələn, deyirəm ki, dadlı. Ona sadəcə ən və yaxud da lap sözünü artırın və əgər o çoxaltma dərəcəsində işlənirsə, deməli, bu dərəcələnə bilən sifətdir və o azaltma dərəcəsində də işlənə bilər. Məsələn, dadlı, ən dadlı, lap dadlı, deməli, bu dərəcələnə bilən sifətdir. Amma misal üçün deyirəm ki, evdəki, ən evdəki, lap evdəki deyə bilmərik. Yəni, bu absurd bir şeydir. Ondan da bilirik ki, bu artıq çoxaltma dərəcəsində işlənmir, deməli azaltmada da işlənə bilməyəcək. Bir də büsbütün sözü, bumbuz sözü, balaca sözləri çoxaltma dərəcəsi hesab edilmir. Niyə? Çünki büsbütün sözü bir zərfdir. Bumbuz sözündə bizə elə gəlir ki, bu çoxaltma dərəcəsidir və bayaq da qeyd elədim ki, dərəcələr yalnız sifətlərə qoşulur. Amma biz bilirik ki, buz sözü bir isimdir. Ona görə bu çoxaltma dərəcəsində hesab edilmir. Balaca sözü isə sadə bir sifətdir. Yəni orada ca sifətin çoxaltma dərəcəsinin morfoloji əlaməti hesab edilmir. Deyirəm, bir sifətin isimləşməsi onun ismin xüsusiyyətlərinin daşıması deməkdir. İsim olması demək deyil. Yəni bir sifət isimləşəndə isim kimi kimlə sualına cavab verə bilər, hallana da bilər, mənsubiyyətə görə dəyişə də bilər, cəmlənə də bilər. Bu xüsusiyyətlərin bir neçəsini eyni anda qəbul edə də bilər. Amma o demək deyil, o sifət isimləşib. Yəni bir aktyor rola girib deməkdir də. İndi bir sifət isimləşərkən neyniyir, hansı xüsusiyyətlərini itirir, əlamət və keyfiyyət bildirməyini, necə sualına cavab verməyini, təyin olma xüsusiyyətini itirir və isimdən əvvəl gəlmə xüsusiyyətini itirir. Zaten o özünün yanındakı ismi itirir və onun xüsusiyyətlərini öz üzərinə götürür. Məsələn, körpə uşaq ağlayır cümləsinə baxırıq. Burada uşaq sözü düşüb, uşaq sözü kim sualına cavab verir, öz xüsusiyyətini verib sifətə və artıq sifət də onun roluna girib kim sualına cavab verir. Bəs hansı xüsusiyyətləri qazanır? İsim kimi, bayaq da dedim, kimlə sualına cavab verir, hallana bilər, mənsubiyyətə görə dəyişə bilər və cəmlənə bilər ki, nümunələri buradan görürsünüz. Amma bir sifət xəbərli şəkilçisi qəbul edibsə, bu mütləq isimləşməlidir deyə bir şey yoxdur. Misal üçün deyirəm ki, Ömər ağıllıdır. Burada ağıllıdır sözü isma məxsus xəbərli şəkilçisini qəbul edib, o demək deyil ki, o isimləşibdir. Hələlik bu qədər uşaqlar. Növbəti izahlarda görüşərik. Sağ olun.